haqqda fikirləriniz? Neçə yarışmacı var? Burada yarış haqqında onu demək istəyirəm ki, biz bu yarışımızı Qarabağdakı zəfərimizə həsr eləmişik və buna görə də bunun adını Zəfər Kuboku kimi adlandırmışıq. Bu yarışımızda bizim 200-dən çox idmançılar var və onu da qeyd etmək istəyirəm ki, bu yarışımıza yalnız Bakı klubları daxil deyil, yəni rayon klubları və yaxud qıraq şəhərlərin klubları daxil deyil. Federasiyanın hazırdakı fəaliyyəti və gələcək planlar. Federasiyanın hazırki fəaliyyəti haqqında onu demək istəyirəm ki, bəzi işçiləri ixtisara salıb yeni komandalarla əvəz eləmişik. Yəni özümüzə yeni sədr müavini, baş katib, baş hakim, gənclər arası baş məşqçi və böyüklər arası baş məşqçi seçmişik. Planlarımız isə daimi olaraq inkişafda olmaq, klublarımızın sayını artırmaq, Azərbaycanın bayrağını xaricdə daha gözəl dalğalandırmaqdan ibarət. Hal-hazırda Bakı birinciliyi keçirilir. Bəs beynəlxalq yarış gözlənilirmi? Bundan öncə sonu demək istəyirəm ki, dekabr ayının 21-də bizim Respublika çempionatımız başlayacaq. Bu Respublika çempionatından sonra ilk öncə aprel ayında bizim dünya çempionatımız var ki, Türkiyənin Antalya şəhərində. Bu Antalya şəhərində olan dünya çempionatını çox ümidvarıq ki, uğurla başa vurduqdan sonra önümüzdəki ilin sentyabr ayında, yəni fikrimiz ondan ibarətdir ki, fikrimiz və məqsədimiz ondan ibarətdir ki, xaricdəki Avropa və ya dünya çempionatını Bakıya salıb, burada vətənimizi öz torpağımızda təqdim eləmişdir. Çox şad oldum sizə müsabiqə etməyə. Son olaraq bir sözünüz varmı? Mən onu demək istəyirəm ki, ilk öncə Bakı Şəhər İdman İdarəsinə öz təşəkkürümü bildirirəm. Bundan əlavə Azərbaycan Karate Federasiyasının prezidenti, millət vəkili cənab Ülvi Quliyevə dərin təşəkkürlərimi bildirirəm. Baş katib Qabil Sayadova öz dərin təşəkkürlərimi bildirirəm. Bizdən ötürü onun da əziyyəti çox olub, həmişə yanımızda olub və olmağa da davam edəcəyik inşallah.